Kıza oturmaq lazımdır. Aç Oğlan hər yerdə işləyə bilir. Qız Tuna yox. gəzir orada. Az Ay tutumları kimi yiyəsiz qalmısan düzlərdə can bala can. Can O ay arkadaş Allah için səndən de, mənim ay, talayımı heç kimə yazmasın bala. Sıdı sənlədir. O birisi kimdir? Biri kızıldır, biri... Bax, bu bir xanımdır, bu bir xanımdır, yatıbdır. O mənim bir qızımdır, bir oğlumdur. Bir de geldi. Gökə sən də göstərdə darsan, Gözəl uşaqlarını göstərmə. Gösterme, tutu gibi gösterme. Sarsaq valideynin üzünə tüpürüm. Sarsaq valideynin Allah bəlasını versin. Amin. Otaq yoldaşlarım hamısı. Gözler tutuyor sen bakın sen indi. Cihan da, hə. Tutu maşından sana ver gözlere tez. Ne maşın atsan gözələ verin getdi. Gözəl özü maşındır da, neynir maşını? Hə? Deyirəm gözəl özü maşındır, neynir maşını? Marşın həyətdə. Ağıl halal olsun, ne düz adamsan bala. Özü benim Agil. Düzünə danışır da Agil harda. Agil harda belə düz söz var ondan danışır da burada yalan. Agil. Səni bəzən deyirlər ki, Güzel. Bu hanım kimdi? o kim dayır? Otaq yoldaşım. Teze gelip bu. Onu heç televizyonda görmədik axı. Ekrandadır o. Hə. Ona bakta... Askılmağım geldi gözler. Ona bakta anlatacak. Mən heç var. Yarın eşinə çıxanlar hamısı anlatır. Nə bilim, deyəcəm inciyələr, diləmi, nə bilim, nələr. Ay, xanım, mən Zahrın versinə çıxandan aşmamışam. Mən neçə ildir canını açmışam. Mən təzə gəlmişəmsə Zahr mənim versinə. 7 ildir boşandığım 7 ildir canını açıram. Siz indi görürsünüz mənə. Hacı, mən də 10.000 pul qazanmışdım TikTokda. Zarın verişi yox idi. Heç mən TikTokun ziyarı idim, rüya idim. Sən nə danışırsan? Mən zarın verişdən çıxandan aşmıram. 10.000 pul qazanmışam TikTokda. Ben de sağlığım işinden kabak TikTok'um var idi. 30 bin takipçim var idi. Doğrudan değil. Vardı. Mənim 15.000 takipçim vardı. Hamısını da çıxartmışdım. Var. Mənim TikTokum neçə ildir? Müharibədən var. Ercan da ne diyor? Ercan. Ne diyor? Sən gəlmişsin, əlimi düzəldədilər deyənə qalxızanmadım. Niyə efləsən? Üzülü sağdır. Güzel. Ay Elcan, balanın başına gəlsin talihimiz. Bacın, qardaşın balalarının başına gəlsin talihimiz, bəxtimiz. Yazımız, Ya, yığın balımız, ay Elcan. Mən gözəllik salonda olanda sən misafirə qalmasanı qalxızanmadım. Əllərim zanit idi. Ne diyor ki? Canı sağ olsun. Gördüm. Gerçekten seni bezediler, düzelttiler. Sabah bundan geçen olacaq, narahat olma. Sen özün. Ne diyeyim, asmansız böyle kişi. Asman Sən rast gəlməlisən də, mən olsa da olmasa da sen asmansız kişisin. Başa düştün. Man olmasın, başka. 10 ildir YouTube'da mahnılarım var. Nə danışırsınız? Ay xanımlar, ay beylər, asiman olmasın, asimandan gözəlləri var, yaraşıqları var. Ölüdür, ölüdür. Gözəl, Asmanı boş ver. O nədir, ağzın danışığını bilmir. Ağzın suyu tökülür danışanda. Mən orada Zaur müəllimə dedim ki, TikTok səhifəmi qaytarım, baxın görün nə paylaşıram. Yalan danışmıram ki, orada onlara mən dedim ki, TikTok səhifəm var. Sən bir dəqiqə, mən... Həmin bu Asmansız da öyle kişisin. Başa düştün. Gözəl, bax bir şey deyim. Sən susun bir şey deyim. Bax Aysima elə özünü elə göstərdi ki, gözəl kişidir, mən arvadam. Gedib arvadın evində oturacaq. Elə demək istəmişdir o. Damladayım bir dəqiqə. Mən ona dedim ki, mən işləyirəm hökumət içində, cəmiyyət içində işləyirəm. Gəl səni də axrana qoyum. Nə var axranı? Danışmışam da müdürünə. Əl-ələ verək, dolunaq. Burada nə var ki? Ölüm var, yox. Ev istəmirsən, ildə, hər ayda, bir ildə biz var, bir tufan pul toplayarıq. Mən də 100 manat karta qoyaram, sən də 100 manat karta qoyarsan.
Onlar nə qədər pul? 2000 də götürərik başdan. Gör nə qədər pul eləyib. Torpaq istəsən torpaq alarıq, ev istəsən kölgə köməkli alarıq. Ya Bakının kəndlərində 25 minə, 30 minə evlər də olur. Qəbələdə ondan betərlər ucuzları var. Nə qədər? İndi Qəbələ daha yaxşı olar məncə. Ne dur? Bax burada hamı yazır ki, Amin. güzel Asman neyinirsən? Ay qardaş, Asman, ay bacı, ay xanımlar, nə olar? Asman söhbəti qutarsın, bax sonra çıxacam ha. Çünki istəmirəm də onu. Yox, burada yazırlar, mən demirəm. Oxuma, oxuma. Yazmasınlar, istəmirəm də. Nə bir canlı efirdə də dedim, istəmirəm. Çox merak etməyin, sürprizi nə varmış onun. Bir ara bir iki kimsə çıxıb deyəcək ki, mən gözəli sevirəm. Mənə söylü lazım. Nə? Ha, sən kətdən gəlirsən də mən. Öyle kətdə deyilsin. Sən mənim kimi zirək görsən yəni. Qulaq insansan, Allah yüzümə qarşı bilir. Sən mənim kimi aktiv görsən. O fağırdı kimlisən, can. O xanım ailəli olub, qız yoxsa ailəsi dağılıb, başına nə iş gəlir? Az gösterme, sakın gösterme, spam olacak, gösterme, Ha, körpə. göstərə spam olur. Allah Qadası hanım uşağı? Bu gəlin, bu gəlin. Deyim də, anası günah anada olub günah. Ana ağlıyorsa anada da. Anası da yatıb böğrümdən. Ana toyu eləyib, anası, oğlan anası elçi gəlir. Olub qızın anası xan ayaqdan, bun ayaqdan çıxıb çıxardılar. Axı, bu atasının eşində zakız kədimə nicah kəsilməlidir. Ana da tap qızışmışdı ananın. Qonşu bunu görə deyirəm. Yəni, ona görə deyirəm ki, qonşu köçürdüm, mən aldım. Elə şey görür. Ana qızı verdiyi nicah kəsilməmiş. Nə nicah, nə mina, nə molla kəbini, nə zadı. Oldu mu apardı bədbaxt elədi. Uşaq olandan sonra da doğladı qapıdan, atalıq da vermədi. Oy, Bəli. oy, Allah. Allah kömək olsun. Allah. Günah qızın anasındadır. Mən bu qızı qınamıram. Başa düş. Anası da gayrı, fikirləşdi yenəydi. Günah yox, günah elə oğlan evindədir. Qızın anası nədir? Gəl. Çöş bura. Şiziklər Azərbaycan alıb ağzı, nə qardaş? Səs eləyir. Kızın anasında gördü, oğlanın anasında. Elmar, çək çocuğu. Elə oğlan tərəfdədir günah. Nə danışırsan? Aldığı bir o gözəllikdə qadın elib yaşatmayıbsı. Bir dəqiqə. Oğlan evindədir günah. Yox. Qızın özü anasında da günah var. Hər bir şeydə. Bu qızı verəndə bu yaxşı, mən səhvim oldu, mənim günahım olar, elə deyil. Qızı elçi gəlirlər. Qızı elçi gələndən sonra qız oğlan tərəfi, qızın adamları oğlan tərəfi araşdırmalıdır ki, görək bu oğlan narkomandır, bu oğlan içki içəndi, əlatı ilə ha. Və oturub oğlan özünə deməyəcəksən ki, mən səni araşdırdım. Elə şey yox. Əl altına qızın... Oğlan kəsilməmiş qarpız deyil, nə bilsin ki, nədir? Bir dəqiqə... Kəsilməmiş qarpız deyil, gözlə. Xanım, bir dəqiqə deyəm. Yox, özümün. Oğlan tərəfi də araşdırmalıdır, qız tərəfi də araşdırmalıdır. Buyurun. Maskalanlar tanımaq olmaz. Günah sənin anandadır. Günah sənin anandadır. Yaxşı, sənin 20 yaşın var, elə. Bu xanımın 20 yaşı var. 20 yaşı var, kucağında uşaq gəlib bizimlə sənə. Qınamayaq, Allah eşitmən balasın, bədbəxt eləməsin. Allah bu kişiciklərin sayın hesabını qırsın, dağılsın ki, bu qadınlar bu günah qoyur, mən bilmirəm. Azızdır. Gəlin. Yox, kişidə günah yoxdur. Niyə kişilərdə günah qoyuruq ki? Mən kişilərdə günah görmürəm. Yaxşı eləyir. Yaxşı eləyir, əlinçinə gəlir. Əcəb eləyir. Ay, yaxşı, gözəlsən Allah, gözəl bəsdir. Nə əlinin içindən gəlir? Yox. Mən kişiləri qınamıram da, əvvəl kişiləri qınayırdım. İndi kişiləri qınamıram. Çünki
vəkil demişkən, vəkillər demişkən, psixoloq demişkən, günah bizim bax baba özümüzdədir günah. Bu kim demək? Gözəl kişiləşir edinmədim. Gözəl, ay gözəl, kişiləşmə gözəl.